İfaçıların portretləri. Respublikamızın xalq artisti Bəhram Mansurov. Verilişi jurnalist Rəfail Hüseynov aparır. Gün olub ki, indi ustad deyib tanıdığımız Bəhram Mansurov ilk dəfə tardan yapışıb. Tar balaca köksünə sığmayıb. Bir gözü mizrab tutan əlində qalıb, bir gözü pərdələr üstə ürkək-ürkək gəzən titrək barmaqlarında. Beləcə, hamıdan xəbərsiz bir sənətkar ömrü başlanıb. Nə balaca Bəhram o çağdan bugünə baxa bilib, nə də onu tanıyanlar, istəyənlər. Olsa hansı ürəklərdəsə bir ümid pöhrələnib, hansı ürəkdəsə bir sənətkar ömrünün başlandığına inam yaranıb. Atası Məşədi Süleymanı görürdü, əmisi Mənzuru görürdü. Bu adamların hamısı gün-gün, ay-ay bir sənətkar ömrü yaşamışdılar. Balaca Bəhrama o vaxt belə bir ömrü başlamaq, belə bir ömrü yaşamaq qalırdı. Bu bir yol idi, bir səfər idi. Uzun yol idi, uzun səfər idi. Bugündən dünənə baxırıq. İl-il bizlərə sarı gələn Bəhram ustadı görürük. Və düşünürük ki, tar Bəhrama nə verdi? Bir də o barədə fikirləşirik ki, bəs Bəhram ustad borcundan necə çıxdı? O tara nə verdi? Tar Bəhram ustada nə verdi? Bu sorğunu saxlayaq bir qədər sonraya. Bunun cavabını sənətkarın özündən soruşarıq. Başlayaq o sorğunun gizlincini axtarmağa ki, Bəhram ustad Tara nə verdi? Çünki sənətkarın əsl qədir qiyməti buradan başlanır. Sənətə sevgi, özü də bu sevgi nə böyüklükdə olursa olsun hələ işin başlanğıcıdır. Mətləb oradadır ki, sənətkar sənətə nə verir? Sənət onunla nə qazanır?
Böyük xanəndəmiz Seyid Şuşenski bu havanı oxuyanda 75 yaşında olub. Bəhram Mansurov olmasaydı, çox güman ki, Seyidin bu yaşdakı oxumaları bizlərə gəlib yetməzdi. Tarixdən bilib ki, neçə il sonra bu səs elliyimiz üçün çox əziz, çox dəyərli yadigarə dönəcək. Bəhram müəllim vokal imkanlarına ümidi gəlməyən qocaman sənətkarı bir təhər yola gətirib. Tarını sinəsinə sıxıb elə çalıb ki, Seyidin ürəyindəki gənclik həvəsi təzədən oyanıb və xanəndə bu həvəslə də oxuyub. Dərin-dərin keçmişlərimizdən süzülüb gələn muğamlar. Onlarda ürəyi təpərri dədələrimizin, köyrək nənələrimizin yaxşılı-yamanlı günləri var. O günlərin sevincinin, ağrısının, acısının sorağı var. Muğamlarımızı yaxşı bildikcə dünənimizi daha aydın görmərikmi? Bəhram ustad unudulan, yaddan çıxan neçə muğam qolunu, neçə muğam parçasını bizlərə təzədən qaytardı. Parisdə bir sənət loğmanı yaşayır. Beynəlxalq müqayisəli musiqi araşdırmaları və sənədləri institutunun direktoru Aleyn Daniyelu. El aşıb Azərbaycana gəldi. Bu vaxtacan çox yerlərdə olmuşdu, çox səslər eşitmişdi. Bəhram ustadın tarını dinləyəndə heyrətini gizləyənmədi. Odur ki, ürəyinə bu çalğını bütün dünyaya eşitdirmək arzusu qondu. Çox keçmədi ki, UNESCO tarixində birinci kərə Azərbaycanlı ifaçının valını buraxdı.
Bəhram ustadın qonaqlara üzünə açıq bir qapısı var. El musiqimizin dünəni ilə bağlı bilmədiyimiz olanda bu qapını döyürük. Görkəmli tarizənin, xalq havacatımızın, muğamlarımızın canlı xəzinəsinə bənzəyən ürəyi səxavətlə açılır. Hər söhbətdə min bir bilmədiyimizi, qaranlıq qalanı öyrənirik. Bu qapıdan uzaq elli qonaqlar da keçir. Bəhram ustadın söhbətinə qulaq asır, çalğısını dinləyirlər. Və Azərbaycana olan heyrətləri, rəğbətləri 1-ə 5 artır. Qonaqlardan birini Humboldt adına Berlin Universiteti Musiqi Etnologiyası kafedrasının müdiri, fəlsəfə elmləri doktoru Jürgen Elsner dinləyirsiniz. Uzaq elli qonaq bu sözləri 1976-cı ilin yaz günlərində Bəhram ustadın evində onun ifasını dinləyəndən sonra deyib. Doktor Elsner deyir ki, artıq bir neçə saatdır Bəhram Mansurovun evində qonağım. Onun xoş musiqisini dinləyirəm. Hələ biz bura gəlməzdən irəli onunla görüşü səbirsizliklə gözləyirdim. Ancaq indi onun ifasında çoxlu muğam və mahnı dinləyəndən sonra mən tarizənin incə sənətinə, gözəl çalğısına heyran qalmışam. Bu vaxtacan mən özgə ölkələrdə də muğam eşitmişdim. Ancaq onun ifasında muğam daha gözəl, daha cəzbedicidir. Həm də Bəhram Mansurov bu gözəl təsirə tara qoşulmuş elektronun vasitəsilə deyil, barmaqları bir də quruca tarı ilə nail olur. Bu olduqca maraqlıdır. Mən buralara yenə gəlməliyəm ki, daha çox şey öyrənəm. Tanınmış Macar bəstəkarı və musiqi nəzəriyyəçisi İştvan Rayçın çalğısını dinlədikcə, onun tarizənə göndərdiyi yeni il təbriki yada düşür. Sizə neçə gözəl illər diləyirəm. Siz hər an mənimləsiz. İndi bu saat otağımda çalırsınız. Yox, əslində Bəhram müəllim Macaristanda, İştvan Rayçın evində qonaq olmayıb. Görünür, Macar bəstəkarı buradan gedəndə apardığı Bəhram ifası yazılmış valları dinləyəndə deyib bunları. Bakı səfərindən sonra onun Budapeştdə çıxan Nepsa-Badşak qəzetində yazısı dərc olunub. Müəllif öz təəssüratlarında göstərir ki, tarizən Bəhram Mansurov ürəyimi tək çalğısı ilə almadı. Onun özünün hazırladığı gözəl Azərbaycan yeməkləri də məni heyran qoydu.
Dahi Füzulimizin bir sözü var ki, Kəvakib seyrini şəbta səhər bidar olandan sonra. Yəni, ulduzluğun seyrini sabahacan oyaq qalıb onlara tamaşa eləyəndən soruşun. Bunu deməkdə sözümün canı var. İstəyirik, Bəhram Ustad haqqında söhbəti onu daha yaxından tanıyanlar davam etdirsinlər. Fonotekamızdan bir yadigar. Yavər xanım Kələntərlinin Bəhram Mansurov haqqındakı söhbəti. Bu söhbəti dinləyirsən ya da 30-cu illər düşür. Yavər xanımın opera səhnəmizdə atdığı ilk addımlar, onun yana-yana yaratdığı leylisi, əslisi, Yavər xanımın açıq konsertlərdəki çıxışlarını xatırlayırıq. Onun böyük məhəbbətlə oxuduğu şuru, Bayat Şirazı bir daha qulaqlarımızda əks sədalanır. Necə deyərlər, Yavər xanımla Bəhram müəllim bir evli kimi idilər. Və bugün, illər ayrılığından sonra Yavər xanımın Bəhram Ustad haqqındakı çıxışına riqqətə gəlmədən qulaq asmaq mümkün deyil. Bəhram müəllimin çalmağın bilmən yox. Bütün Azərbaycan xalqı, bütün musiqişünaslar onu çox sevirlər. Hətta başqa ölkələrdən ona sağ ol deyib məktublar yazırlar. Ona ruh verirlər. Bunların da hamısının səbəbi mən elə bilirəm. Minəvvər xanımdır. Minəvvər xanım onu əsən küləklərdən qoruyur. Çalmağa gedən günü onun nazın çəkir. Onu yola salanda deyir, get Bəhrəm, uğurlar olsun. Get, yaxşı çal, mizrabı möhkəm vur günə. Bu, mənim bu sözlərim gələcək nəslimizin cavanlarına yadigar olsun. Ki, həyatda, evdə həyat yoldaşı ilə xoş keçməsə, acı keçsə, çalmağa gedən heç bir vaxtı düzgün çala bilməz. Çünki qanı qara gedən tar incəlik sevir, naz sevir. Bütün çalğılar elədi.
O əmləri evdən gedəndə qanı qara geçseydi, o cürə çala bilməzdi. O həmişə yaxşı çalıb, elə də çalacaq. Bəhrəm, sənə can sağlıq arzu edirəm. Çal oğlum, çal. Çox zaman belə bir ifadə işlədirik. Sənət dostu. Bəhram müəllimdən sənət dostu olanlar, onunla çörək kəsənlər bu adamın sədaqətini, sənətkarlığından heç də aşağı bilməyiblər. O gözəl sənətkar olduğu kimi gözəl dost olub, həyatda həmişə insana arxa olan, hayan olan, səmimi bir insana çevrilib. Bəhram müəllimin sənət dostları onun haqqında həmişə sevgi ilə, ürək dolusu danışırlar. İndi onlardan bir neçəsini dinləyək. SSR xalq artisti, SSR Dövlət Mükafatı laureatı Fikrət Əmirov. Fikrət müəllim Bəhram Mansurov sənəti haqqında bunları deyir. Bəhram Mansurov Azərbaycan xalq musiqisini ürəkdən sevən, ona böyük hörmət edən və hətta deyərdim ki, keşiyində bir əskər kimi inamla dayanmış sənətkarlarımızdandır. Tarzan Bəhramin əsl mənada öz mizrabı, öz sarı simi və özünə məxsus olan güclü biləyi vardır. Mən dəfələrlə onun məlahətli çalğısından, xanəndələrimizi ustalıqla müşayiət etdiyindən xeyli ləzzət almışam. Yeri gəlmişkən demək istəyirəm ki, Bəhramin bir xüsusiyyəti də var ki, onu Respublikamızın başqa tarzanlarından ayırt etmək çox çətin deyil. Çünki onun öz üslubu, daha doğrusu öz sənət mənliyi vardır. Bax, elə buna görə də Bəhramin çalğısını
biz hamımız alqışlayırıq. Tarzanlarımızın içərisində Bəhrəmin sənət cığırına mən çoxdan xüsusi hörmət bəsləyirəm. Və onun muğam sənətimiz, xüsusən gənc müğənnilərimizin yetişməsi və inkişafı üçün çəkdiyi zəhmətini yüksək qiymətləndirirəm. Bəhram Mansurov özündən qocaman xalq ustadlarımız Qurban Primov, Seyid Şuşinski, Xan Şuşinski və başqa sənətkarlarımızla birlikdə xalqımızın muğam sənətini bəzəyir. Mən Bəhrəmlə sənət dostluğuma fəxr edirəm. Ona sənətimiz naminə can sağlığı və yeni müvəffəqiyyətlər arzu edirəm. il. Əgər el ifadəsi ilə desək, bu bir igidin ömründən də çoxdur. 50 il yarım əsr deməkdir. Bəhrəm müəllim ömrünün yarım əsrini opera sənətimizin inkişafına, tərəqqisinə sərf edib. Opera teatrımızın binasının özü belə Bəhrəm müəllimin nəzərində nəsə bir sənət məbədi, böyük bir sənət ocaqdır. O bu binaya belə müqəddəs bir ocaq kimi baxır. Bəs həmin binadan səsi gələn neçə istedad sahibləri. Çoxlarına bəlli deyil ki, opera hazır olana qədər, o gözəl sənətkarlar səhnədən həmin operanı xalqa çatdırana qədər hansı mərhələlərdən keçir və bu mərhələdə, bu hazırlıq yolunda Bəhrəm müəllimin nə qədər zəhməti var. Leyli Məcnun, Əsli Kərəm, opera səhnəmizin bu əbədi qonaqları Bəhrəm ifasında, Bəhrəm sənətində necə də gözəl səslənir. Bu haqda yadelli qonaqların, opera səhnəmizə tamaşa edənlərin, operamızı görənlərin ürək dolusu söylədiyi təriflər bir daha sübutdur. Rübabə xanım Muradovanı opera səhnəmizə gətirən, sonralar Leyli və Məcnun operasının yaraşığına çevrilən bu gözəl aktyoru yetişdirən Bəhrəm Mansurov olub və bunu Rübabə xanımın özü də etiraf edir. Gəlin Respublikanın xalq artisti Rübabə Muradovanı dinləyək. Bir gün mənə dedilər, səhnədən düş, bir yoldaş səni görmək istəyir. Baxdım, bir mehriban sifətli kişi idi. Dedi, qızım, səsini yoxlamaq istəyirəm. Məqsədim var, səni opera səhnəsinə aparım. Beləcə də gəldim operaya. O şəxs ki, mənim opera səhnəsinə gəlməyimə səbəb olub, o mahir tarzən Bəhrəm Mansurov idi. Operada qazandığım bütün uğurlar üçün ən əvvəl Bəhrəm müəllimə minnətdaram. Gel ey Mecnun'im, gel ey Mecnun'im, Leyline al canımı. Vefasız olmuşam, vefasız olmuşam. Billah tök kanımı ayaman, kanımı, kanımı.
Sen Leyli değilsen ey Parizan, sen Leyli değilsen ey Parizan, kaç kalbimi hun ile etme berbat, aldatma beni, aldatma beni, canım deyip kaç, kaç eyleme, gül üzümle Leylini, ya Leylini, ya da hoştur, hoştur ne kadar eylese yarım cefa bana, ta kim rakip söylemezse bir vefa mene, bir vefa mene. Sensiz diyar hicride, sensiz ey diyar hicride, sergeçte kalmışam, veslin ümidi, veslin ümidi, billem olup rehnuma mene. Bəhram müəllimin çalğısı qədər şirin söhbətini də dinləmək xoşdur. Bizim ev musiqi ocağı hesab olunurdu Bakıda. Babamdan, atam, əmim. Necə olmuş olsa bu çalğılar, biz gecə gündüz ki evdəyik, qulağımız alırdı bu çalğıları. Mən atam evdə olmayanda getirdim tarı çalırdım. Gəlirdi, acıqlanırdı, mənə kim deyib bu tara? O saat bildi ki tar kökdən düşüb. Nəsə çalırdım, elə belə həvəsim vardı. Sonra 10-cu Şura məktəbində oxuyanda, orada 4-cü, 5-ci sinifdə mən səhnədə, konsertlərdə da çıxırdım orada, solo çalırdım, rast çalırdım, rastı bilirdim. Oradan sonra getmişəm 33-cü Şura məktəbinə. Orada böyük zal vardı, konsertlər gedirdi orada. Bir günlərdə dedilər ki, burada bir böyük konsert olacaq. Biz də həvəslə gözləyirik ki, görə kim gələcək konsertlər, nə siyah olacaq burada. Gördüm ki, Qurban Pirimov, Cabbar Qarayağdıoğlu, bir daha da qaşan qız gəlib burada oxuyur. O qızlar Cavahir Firudun Beyli idi. Bizim de orada balaca ansambl düzəltmişdik. Ansambl rəhbəri də Abdullah Qarayevdi, akademik. O vaxtda tar çalırdı, Mirzə Mansur yanında qutarmışdı, yaxşı tar çalırdı. 101 havasında biz də çıxdıq o konsertdə çaldıq. Sonra mən bu məktəbdən köçdüm 18-ci Şura məktəbinə ki, pedaqoji texnikum hesab olunur. O məktəbdə 2 il oxudum. 2 ildə orada Ağasəb Bakıxanov,
Məhərrəm Haşimov, Süleyman Məmmədov, bunların yaxşı sesi vardı, oxuyurdular. Mən də bir balaca ansambl düzəltmişdim. Bu ansamblından həmişə Səlyansi qazarmada əskərlərin qarşısında orada konsertlər verildik. Azərbaycan Konsert Birliği idi onda. 30'un axırında məni apardılar radyo komitəsinə. Məni orada dinlədi Müslüm Bey Mağamayev, qəbul elədi məni ora. Mən trio çalırdım orada xanəndələr üçün, sonra çalırdım. Sonra orada birinci notni orkestr düzələndə bizdən xahiş edilər ki, siz də kömək eləyin. Biz də başladıq burada, bir 5-6 ay mən də çaldım orada. Gene sonra öz sənətimdeydim. Xanəndələr üçün konsertlərdə, o vaxtda Domabaron indiki filarmoniya idi. Rotafana parkında, indiki Nizam parkı idi. Konsertlər buralarda olurdu. Konsertlər verirdik orada. 32'nin axırlarına yaxın Müslüm Bey Mağamayev məni aparıb opera teatrına. O vaxtdan mən elə o opera teatrına hindiyəcən işləyirəm. Bəhram müəllim, siz dönüb ötən illərə baxanda hansı maraqlı, xoş anlar yadınıza düşür? Bax, bir iki gəlmə bu barədə. Mənim xoş xatirələrimdə birinci budur ki, 22-ci ildə indiki Muskomediya teatrı var. O vaxtda deyir, Tağıyon teatrı deyirlər. Mənim bibim oğlanlarım məndən çox böyüdü. Gördüm, bunlar deyirlər ki, teatra gedirik. Dedim, ne teatrdır? Dedilər, Leyli Mecnun. Dedim, mənə də aparır. Deyir, yox, bıraxmazlar səni. Axırı mən çox dedim, apardılar məni. Bir siyah məni içəri apardılar. Getdim, teatr başlandı. Gördüm, gözəl bir tar sesi gəlir. Ürəyimdə özümlə danışırdım ki, görürsən mən də burada çala bilirəm, nə yaxşı tarın sesi gəlir burada. Sarabski Mecnun oxuyurdu, sonra Hacıyeva da Leyli oxuyurdu. Mən bunları görmüşəm. O teatrdan sonra məndə həvəs 1'e 100 artdı. Sonra da 2000-ci hadisədə 24-cü ildə indiki Kukla teatrıdır bulvar içində. Orada 2 günlük konsert elan oldu. Qurban Pirimovla Bala Melikov dəvət olunmuş Tiflisdən bunların konserti. Çox çətinliklə mən orada bilet aldım, getdim, 2 konsertə də qulaq astım. Ondan sonra çox belə həvəsim artdı ki, mən hökmən gerək bu tarı bərk tutam, eşqim bu taradır. Bəhram müəllim, sizin çoxlu sənət dostlarınız olub. İndi ola bilsin ki, bu sual biraz sizə qəribə göründü, xəyali göründü. Bax, onlardan hansınısa, mən əlbəttə düşünürəm, bugün sıralarımızda olmayan sənət dostlarınız, onlardan hansını indi görmək istərdiniz və görsəydiniz ondan nə soruşardınız, ona nə deyərdiniz, nə təklif edərdiniz? Mən çox arzum idi ki, çox istərdim ki, Sadıqcanı görəm. Onu görmüsünüz mü ümumiyyətlə heç? Onu mən görməmişəm, atamdan çox eşitmişəm ki, deyirdi ki, çox gözəl, ziba çalandı, özü çox qəşəngdi, tarı belə idi, tarın çingənələrini belə düzəldi, ondan çox danışırdı. Tarın içində rənglər vardı, səgalarda, hətta hamısı Mirzə Sadıqın rəngləri zatlardı. Mənə həmişə xəyalımda keçir ki, kaş mən də görmüş olaydım o adamı. Heç olmasa onu da yazaydım bir parça lentədə də, saxlayaydım onu çalğısından, indi xalqımızı görsə də biləydim. O arzu elə qalıb ürəyimdə. Sizin həyat yoldaşınız Münəvvər xanımla birgə uzun illərin zəhməti bahasına düzəltdiyiniz zəngin arxiviniz çox dadımıza yetib yeri gələndə, bu nadir sənətlər sənətə qayğının, sevginin təzahürüdür. Odur ki, bunlar hardasa sizin tərcümeyi halınızı tamamlayan cizgilərdir, iştiraklərdir. O gecə Səmərqəndin ulduzları elə bil ki, biraz da işıqlı olmuşdular, biraz da yanar olmuşdular. Göylər həmin göylər idi, Səmərqənd həmin Səmərqənd idi. Lakin Səmərqəndin qonaqları bu qədim yurda, bu qədim torpağa nəsə ayrı bir hava, ayrı bir ahəng gətirmişdilər. Bəhram Mansurov, Tələt Bakıxanov və cavan xanəndə Canəli Əkbərov. Onların ifasında Səmərqənd torpağında Şiridor mədrəsəsində Azərbaycan muğamları havalandı. Azərbaycan muğamları neçə sənət bilicisini, neçə sənət vurğununu bir daha heyrətləndirdi, bir daha heyran qoydu.
Bu, Azərbaycan muğamının, Azərbaycan xalq musiqisinin qələbəsi idi. 1978-ci ilin payız günlərində Səmərqənddə Beynəlxalq Muğam Simpoziumunda Bəhram Mansurovun rəhbərlik etdiyi Azərbaycanlı sənətkarların kiçik dəstəsi böyük uğur qazandı. Bu haqda dövrü mətbuatda, qəzet jurnallarda, radio və televiziyada çox deyildi, çox yazıldı. Son sorğum, tar sizə nə verdi Bəhram müəllim? Tar mənə çox böyük xoşbaxtlıq verib. Tar mənə bir elə xoşbaxtlıq verib ki, o dünyada Azərbaycan musiqisində bir mənə qismət olub. Mənim çalmağımda UNESCO-da bir dənə val buraxılıb, muğamların, xalqın, Azərbaycan xalqının musiqisi orada səslənir. O mənə bəsdir dünya qədər. Ondan böyük xoşbaxt ki, hesablanmır. Bəhram ustadın 70 yaşı tamam olur. Adətən 70 yaşlı sənətkara qocaman sənətkar deməliyik. Amma Bəhram ustada qocaman deməyə adamın dili gəlmir. Çünki onun sənəti öz baharındadır. Bəhram müəllimin qəlbi sənətin baharı ilə çulğalaşıb. Bir gənclik təravəti onun sənətinə də, həyata baxışlarına da hopub. Biz Bəhram ustada uzun ömür diləyirik. Arzu eləyirik ki, onun şirin çalğısı opera səhnəmizdən, konsert salonlarımızdan, efir dalğalarından bundan sonra neçə-neçə illər boyu eşidilsin, xalqa sevinç gətirsin. Bu gözəl tarizənimizə sənəti sevən xalqımızın arzusudur. İfaçıların portretləri silsiləsindən Respublikanın xalq artisti Bəhram Mansurova həsr olunmuş verilişi dinlədiniz. Verilişin müəllifi Rəfail Hüseynov, Rejissoru İsmail Xudaverdiyev, səs operatoru Mərdan Paşayevdir.
Müzik